İzləyicilərimiz, bayram buraxılışımız davam edir və növbəti sıradakı qonağımızı dəvət etmək istəyirəm. Çox istedadlı, çox sevilən bir ifaçı Ramil Abbasov qonağımızdır. Xoş gəlib, səfa gətirib. Xoş gəlmişsən Ramil, necəsən qardaş? 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik edirəm, həm də yeni il münasibətilə təbrik edirəm. Qoy bu 2026-cı il xalqımıza uğurlu və düşərli olsun. Amin. Xoşbəxtlik və bol ruzi gətirsin.